Bəli. Biz hal-hazırda Layıskı rayonundayıq. Estağfurullah. Şəki rayonunun Layıskı kəndindəyik. Bəli, biz bu Layıskı kəndinin tarixi ilə Hikmət qardaşımız çox maraqlanıb və bir-iki kəlmə öz sözləri ilə bizləri məlumatlandıracaq. Buyurun. Mən sözə başlamaq istəyirəm. Əvvəlcə bütün bizi izləyənləri salamlayıram. Hal-hazırda biz Şəki rayonunun Başlayıq kəndində məskunlaşmışıq. İlk olaraq mən sizə bu kəndin yollarındakı İlk olaraq mən sizə bu kəndin yollarındakı inək boxlarından danışmaq istəyirəm. Deməli, hal-hazırda ekranlarda gördüyünüz naməlum cisimlər inəyin ekstremitləridir. Yəni, boğazla desək, poxlarıdır. Daha çox poxla sitahiş edək. Deməli, gözəl poxlar efirimizi bəzləyir. Və belə minlərcədir. Bu cür poxlar və bundan fərqli formalı poxlar kəndin bütün yollarını bəzləyir. Bir səmənlər kimi düzülür bütün yollara. Ağır dərddir. Deməli, biz bu yolu axıra qədər gedənə qədər bu poxların müşahidə altına gedirik. Onlar şam kimi bizim yolumuzu işıqlandırırlar. Bəli. Əsas da gecə. Bəli, gecələr ümumiyyətlə poxlar fosfor xarakteri rolunu oynayır. Yəni bu kəndə ona görə işıq çəkmirlər ki, çünki ehtiyac yoxdur. Bəli. Stolba işıqları. Çünki poxlar... Bəs, xahiş edirəm, qısa bir söz deyəcəm. Bağışlayın, sözünüzü kəsirəm. İndi bu yollar asfalt olacaq. Bu poxlar qalacaq asfaltın altında. Nə tər olacaq o? Bu arada kəndin Ağsaqqallar Şurası Şəki rayon İcra Hakimiyyətinə müraciətinə bildirib ki, bəs biz asfaltlayacaqsınız, bəs bu poxlarımızla fəxr edirik. Poxların gələcək taleyi necə olacaq? İcra Hakimiyyətinə belə bir cavab gəlib ki, biz maratonun biz sizin kəndin poxları ilə yaxından maraqlanacaq. Kənddə poxun əski olamağı siz əlimizdə. Yəni, bütün qüvvələri səfərbər eləməklərini deyiblər İcra Hakimiyyəti ki, bəs pox əski olmayacaq. Poxdan narahat olmayacaq. Pox naşlıqda. Spasiba. Hələlik biz 5 dəqiqə yaxın. Bir dəqiqə falsadan sonra yenə efirdəyik. Mövzumuz Şəki Başlayıq kəndindəki poxlar barədir. Bəs ancaq, bağışlayın, belə, ancaq siz mal poxları ilə mi yəni bizi məlumatlandırmaq istəyirsiniz? Başqa poxları, yəni bir şeylər... Məlumat verəcəydim əvvəlması, mən qabaqladım. Bəli. Onu da məsələn ki, bu kəndin əhalisi də çox, yəni pox istehsalı təkcə heyvanlara aid deyil istəkdə. Yəni, həqiqətən, bu kəndin deyil, bütün dünya sır yəni. Bunu bir kənara bıraxaq. Biz yəni olmayan şeylərdən, belə təştük insanların belə nadir gördüyü şeylərdən danışaq. Xahiş edirik, Hikmət müəllim. Oldu. Mövzumuzu dəyişmək daha bəxsə uyğun olardı. Aşağıdan mən Fordun səsini eşidirəm. Deyəsən bizim Ford gəlir və biz poxları... Ya mən çox üzülürəm. Mən poxları tərk edib getmək istəmirəm. Sən bilmirəm, mən göz yaşları, yəni mən çərmək istəmirəm bu dəqiq özümü. Dərdimiz böyükdür, yəni. Biz bu poxları tərk edəcəyik, yəni. Həsrət. Mən bir daha bunu yaxından bir... Uzun illərdir biz bu poxlardan uzaq düşmüşdük. Yaxından çəkinə qoy bütün tamaşaçılarımız bu əzəmətli poxu görsün. Bəli, öz əzəməti ilə dünyanı lərzəyə gətirən bu poxlar haqqında 2007-ci ildə National Geographic Hətta bir dəqiqə bağışla, hətta bu yuxarıdakı gördüyünüz, bax, bunu mən şey edeyim, bu figurası ilə, yəni görünüşü ilə Guinness Rekordlar kitabına da düşmüşdür. Çox gözəl poxdur. Çox, bax, fikir verin, belə bir pox dünyada yoxdur. Bəli, 6-5, 4. Bir dəqiqəlik sükutla poxu yad eləyirik.